Bu kiçik məktəb eksperimenti insanın içindəki o qəddar diktatorun oyanması üçün cəmi bir neçə dəqiqənin bəs etdiyini sübut edən dəhşətli bir psixoloji sınağı idi. 1968-ci ildə Jane Elliot adlı adi bir müəllim ayrı-seçkiliyin nə olduğunu başa salmaq üçün 3-cü sinif şagirdlərini iki qrupa böldü. Mavi gözlülər və qəhvəyi gözlülər. O, mavi gözlülərə xüsusi imtiyazlar verdi, qəhvəyi gözlülərə isə fərqləndirici yaxalıq taxaraq onların daha ağılsız və tənbəl olduqlarını dedi. Nəticədə, cəmi 15 dəqiqə ərzində o mələk kimi mavi gözlü uşaqlar aqressivləşərək dünənə qədər bir yerdə oynadıqları ən yaxın dostlarını əzməyə, onlara yuxarıdan aşağı baxmağa başladılar. Vəziyyət tam bir qəddarlıq rejiminə çevrildi. Ertəsi gün müəllim rolları dəyişdi, amma nəticə dəyişmədi. Sadəcə göz rənginə görə bir yığın 8 yaşlı məsum uşağı bir-birinə qatı düşmən edən